Salam, hər vaxtınız xeyir olsun. Bugün sağlamlıq günümüzdəyik və sizə GETS aparatını yaxından tanış etmək istəyirəm. Gördüyünüz aparat ev həkimi adlanır və üzərindən 15 dəqiqə dayanmaq 5 kilometr qatışı əvəz edən insan bədənində qan dövranını stimullaşdıra bilir. 200-dən çox xəstəliklə müalicəsində həm profilaktikasında istifadə oluna bilər. Belə ki, ən çox sümük oynaq ağrıları, ürək-damar problemləri, mədə-bağırsaqla bağlı, xüsusilə kişi və qadın problemləri zamanı istifadə oluna bilər. Kişi xəstəliklər zamanı, yaxud qadın xəstəliklər zamanı üzərində oturmaq, üzərində ayaq üstə qalmaq, təkcə ayaqları qoymaq mümkündür. Və qeyd edeyim ki, artıq çəkidən əziyyət çəkən insanlar, oturaq həyat tərzi keçirən insanlar, xüsusilə ofis şəraitində, yaxud sürücü olub, piyada gəzməyə, yaxud yürüyüş etməyə vaxtı olmayan insanlar aktiv həyat tərzini bərpa etmək üçün bu aparatdan istifadə edə bilərlər. Yaxından çəkib zəhmət olmasa, aparatın bu cür ayaq nöqtələri var. Ayağın altında olan 365 sinir nöqtəsini aktivləşdirir və bütün orqanlara gedən qan dövranını bərpa edir. Və bunu problemlə siz bu aparat sayəsində siz həmçinin boyun uzlaşması, bel boyun yırtıqları zamanında masajör fizioterapevtik xüsusiyyətlərindən istifadə edə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Aparat məhdud sayıda qalıb və hal-hazırda endirimdədir. Endirimdən yararlanmaq üçün WhatsApp nömrəmizə müraciət edirəm.